Her vaxtınız xeyir olsun değerli müşterilerimiz, güzel izleyicilerimiz. Videoda qalın 275 min manata Mərdəkanda sizler için 5 sotun içində 165 kvadratlıq 4 otaqlı sizler için ev təqdim eləyəcəm. Məncə almağa dəyər. Giriş tərəfini gördünüz. Bəzi müşterilerimiz var ki, birinci özünə ev almamış, maşınını düşünür. Bax, o tam sizin üçündür. Maşın saxlamaq üçün kifayət qədər yeri var. Məhəlləsi daimi yaşayışdır. Burada 8 metr uzunluğunda, 3 metr enində, 1,60 dərinliyində hovuzu yanında. Gəlsin kameramız zəhmət olmasa göstərək. Yanında besetkası yay aylarında, qış aylarında rahatlıqla əyləşə bilərsiniz. Həm cam balkonludur, həm də isti döşəməlidir. Mətbəx mebeli də qoyulub, hazır. Yanında mangalı, mangalın yanında suyu, arka tarafında burada su ambarı olarak belə bir baktan istifadə ediblər və sanitar qovşağı var. Həyət üçün sanitar qovşağı. Evin arka tarafına da keçmək olur. Gəl oranı da göstərək. Bu da evin arka tarafı. Onu da göstərim sizler için. Gəlin indi gedək evin içərisini göstərək. Daxil 165 kvadrat metrdir. Evin bütün tikintisinin şəkilləri, videoları var. Gəlib yerində baxa bilərsiniz. Ya Allah, qalxdıq evimizə. Qəşəngdir. Sol tərəfə daxil olan kimi 25 kvadratlıq mətbəxi. Tavanın hündürlüyü 3,30'dur. Sağ tərəfdə geniş bir 45 kvadratlıq zalı və 2 dənə böyük bir pəncərəsi var. Burada isti döşəmənin kollektorunu görürsünüz. 19 kvadratlıq geniş bir yataq otağı. Bilmirəm rəng tonları necə düşür kamerada, amma gəlib gözünüzlə görsəz ürək açan rəng tonlardır. Qapıların hündürlüyü 2,25'dir. Bu ikinci yataq otağı və ümumi sanitar qovşağı. Evin bütün sənədləri qaydasındadır, ipotekaya yararlıdır, qaz, su, işıq, bütün kommunal xətləri çəkilib. Ümumiyyətlə, mən heç bir sənədsiz evi satmıram. Əgər siz də evinizi satmaq istəyirsinizsə, obyektiviz eviniz rahatlıqla müraciət edə bilərsiniz. Əmlakla bağlı nə suallarınız olsa, əlimdən gəldiyi qədər sizlərə kömək edə bilərəm. 15 ildir işləyirəm, hələ mən də öyrənməyə çalışıram. Allah hər birinizə xeyir versin, bundan daha gözəlləri, daha yaxşıları sizin üçün olsun. Özünüzdən müğayət olun, özünüzə yaxşı baxın. Hələlik.